Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Axşamlarınız xeyir olsun, sizlərə xoş günlər arzulayıram əziz müəllimlər. Bir məlumatı qeyd etmək istəyirəm. Az sayda yerlərimiz qalıb, təxminən 10-15 müəllimi qəbul edə bilərəm bundan artıq dekabr qrupuna və dekabr qrupu ilə dərslərimiz dekabr ayının 6-sından etibarən başlanılır və artıq mən dekabr ayının 10-undan sonra dekabr qrupuna bir müəllim əlavə etməyəcəyəm. Çox tez də olsa əgər yerlər, məsələn, tutaq ki, dekabr ayının 2-sində, 3-ündə yer də olsa, bizim nəzərdə tutduğumuz qrup üzrə, ondan sonra da artıq qəbul edilmə olmayacaq. Yanvar qrupuna müəllim gözləməli olacaq, müdavim gözləməli olacaq. Ona görə də kim dekabr qrupundan yararlanmaq istəyirsə, qeyd eləsin, biz onu dekabr qrupuna əlavə edək. Dekabr qrupu ilə dərslərimiz dekabr ayının 6-sından etibarən başlanılır. Həftədə 2 dəfə 2-ci və 6-cı günlər olacaq. Proqram 6 ay əhatə edəcək. May ayının sonlarında biz artıq proqramı yekunlaşdırmış olacağıq və may ayının sonundan ta ki iyun ayının sonuna qədər bir ay hər gün təkrar etməklə, hər gün dərs keçməklə tam mütəşəkkil formada təkrarımızı başa çatdırmış olacağıq. Dekabr qrupu ilə dərslərimiz həftədə 2 dəfə 2-6-cı günlər saat 19:30-la 21:00 aralığında təşkil olunacaq. Dərslər Zoom platforması vasitəsilə həyata keçiriləcək və Kurikulum az saytı vasitəsilə tədris olunacaq. Kurikulum az saytı nədir? Kurikulum az saytı bir platformadır. Məsələn, sizlərin hər biriniz Instagram kimi, YouTube kimi və s. platformalardan istifadə edirsiniz. Bunların bəzilərində şifrə parol lazım olur. Yəni, çox sadə bir məsələdir. Kurikulum az saytı ilə əməkdaşlıq etdiyimə görə mən müdavimə, mənimlə çalışan müdavimə, müəllimə parol verəcəm, bir şifrə verəcəm və Kurikulum az saytına daxil olacaq. Məsələn, bizim bugünkü mövzumuz Qədim Şərqdir. Qədim Şərq, Misirdən Hindistan daxil olan dərsi, video izahını, yəni mənim lövhə qarşısında olan video izahımı diqqətlə dinləyəcək, baxacaq müəllim, öz qeydlərini götürəcək. Daha sonra mix sertifikasiya formatında olan testdə işləyəcək. 40, 45, 50, hər mövzu 40-dan artıq olmaqla saytda qeyd olunmuş mövzu sınavları. Onu işləyəcək. Daha sonra isə biz Zoomda sual-cavab etmək vaxtımız gəlib çatır və biz Zoomda sual-cavabımız 90 dəqiqə ərzində nəzərdə tutulacaq və hər müəllimin minimum 40-50 sual payı olur bizdə. Və beləliklə 90 dəqiqə ərzində təqribən 2000-3000-dən artıq sual-cavab prosesi əhatə olunur. Yəni müəllim əslində o 2000-3000-dən də yararlanır. Tutaq ki, mən İskəndər müəllimə sual verirəm. Digər səs bağlıdır. Məsələn, Mariya müəllimənin səsi bağlıdır. Lakin Mariya müəllimə də oradan axı nəticə götürür. Axı məsələn görür ki, İskəndər müəllimə Rəhman müəllimin ünvanladığı sualı mən bilmirəm. Özü üçün qeyd edir və öyrənmiş olur. Amma konkret olaraq minimum 40-50 sualı mən müdavimin özünə verirəm. Bu bizim Zoomla keçən dərsimizin nə səviyyədə keyfiyyətinin yüksək olmasından xəbər verir. Digər bir məsələ isə ondan ibarətdir ki, dərslərimiz bəli Zoom üzərindədir ki, dərsləri canlı formada bizlərlə keçmək istəyən müəllimlər üçün biz bunu təşkil edirik. Bu çox müsbət cəhətdir. Digər bir cəhət ondan ibarətdir ki, bizim müdavimlərimiz içərisində abituriyent hazırlığı ilə məşğul olan müdavimlər var. Bizim müdavimlərimiz içərisində ikinci başqa iş yerində işləyən müdavimlər var. Bizim müdavimlərimiz içərisində təəssüf ki, xəstəsi olanlar var və yaxud başqa digər problemli olanlar var. Bunların hamısını nəzərə alaraq ki, müəllim ola bilər ki, Zoomda bu vaxt dərsə qoşula bilməsin. Bunu nəzərə alaraq Kurikulum az saytına Zoomda etdiyimiz sual-cavab da daxil edirik. Məsələn, mənim bir müdavimim var ki, həmin müəllim 100-dən 150-dən artıq abituriyent hazırlığına məşğuldur, lakin sertifikasiya imtahanına görə bizə qoşulur. Bizə müraciət edib və onun vaxtı o qədər də olmur. Dərslərə real canlı qoşulsun, Zoomda edilən sual-cavablara qoşulsun. Ona görə də o Kurikulum az saytı vasitəsilə bizim dərslərimizdən yararlanır. Yəni dərsin video izahına baxır, testlərə baxır, testləri işləyir. Daha sonra Zoomda edilən sual-cavabı dinləyir. Ki, müəllim sual vermişdi, müdavim belə cavab vermişdi. Və yaxud da ki, dediyim kimi, canlı formada sual-cavabdan istifadə etmək istəyən bir müəllim, təbii ki, Zoomda gəlir dərsdə, mən ona sual verirəm, mən cavab verir. Və bizim vahid bir proqramımız var. Yəni, hər bir şey ölçülüb, biçilib. Yəni, mən bilirəm ki, mənim qrupumda olan müdavim hansı dinləyici qismindədir Zoomda, hansı aktiv formada sual-cavab prosesində iştirak edir və yaxud da ki, hansı Kurikulum saytından istifadə edir. Və biz proqramı elan edirik dərslərə başlamazdan əvvəl və biz o proqramı ta ki, MİQ imtahanına qədər tədris eləyirik ki, gedib axırda istədiyimiz nəticəni əldə edə bilək. Və bu dekabr qrupu son endirimli qrupdur. Yəni, artıq yanvar ayından etibarən qiymətli dəyişikliklər baş verəcək. Ona görə də dekabr qrupundan yararlanmaq istəyən, həm zaman cəhətdən, həm maddi cəhətdən, ümumiyyətlə, hər bir məsələni nəzərə alıb dekabr qrupundan yararlanmaq istəyən müəllimlər qeyd edə bilərlər. Yaza bilərlər və biz onları qeydiyyata ala bilərik. Qeydiyyata ala bilərik ki, artıq dekabr qrupundan yararlansın. Mən indi sizlərə hal-hazırda dekabr qrupu üzrə olan proqramımı elan edəcəyəm. Yəni proqramı mən sizlərə göndərəcəyəm və həmin proqram ətrafında bizim mövzularımız bu aylar ərzində tədris olunacaq. Deməli, hörmətli müəllimlər, dekabr ayı üzrə olan proqramımızı sizlərlə bölüşdüm. Bu dekabr ayının proqramıdır ki, biz bunu may ayının sonuna qədər icra edəcəyik.
Və bu da nəzərdə tutulan kurikulum saytıdır ki, bizim orada materiallarımız dərc olunmaqdadır. Bizimlə hazırlaşan müdavimlər daxil olub orada testlərə, dərslərə, materiallara və digər məlumatların hamısını əldə edə bilirlər. Yəni daxil olub orada qədim şərqin, qədim Romanın video izahına baxırlar, daxil olub testini işləyirlər. Yəni orada ümumi sınav imtahanları var, orada bölmə sınav imtahanları var, orada mövzu sınav imtahanları var, orada xəritə sınav imtahanları var, orada əjdaha sınav imtahanları var, orada hər həftə sonu yarışma xarakterli sınav imtahanları var və orada digər materiallar var. Bir daha qeyd edirəm, hörmətli müəllimlər, deməli bu bizim bayrama özəl, dekabr ayına özəl, ilin son ayına özəl son endirimli qrupumuzdur ki, siz bu il ərzində olan son endirimli qrupdan yararlana bilərsiniz ki, qiymət də münasibdir. Biz artıq yanvar ayından etibarən qiymətdə dəyişiklik edəcəyik və MİQ-ə sertifikasiyaya yaxınlaşdıqca da bu proses davam etməkdə olacaq. Və bu qeyd etdiyim isə bizim 2025-ci il MİQ imtahanında iştirak edilmiş müdavimlərimizin nəticələridir. Və bir məlumatı da sizlərlə bölüşüm ki, biz bu proseslə 5 ildir ki, artıq peşəkarcasına məşğul olmaqdayıq. Yəni bizim 5 il MİQ sertifikasiya hazırlığımızda tamamilə balansımız var ki, müdavimlərimiz ən yüksək nəticələri əldə edirlər. 2023-cü ilin MİQ imtahanında şəxsən özüm iştirak eləmişəm, Respublika ikincisi olmuşam. 2024-cü ildə müdavimim Respublika birincisi olub, 2025-ci ildə müdavimim Respublika üçüncüsü olub və hər il yüzlərlə müdavimlərimiz Respublika səviyyəli yerlər və ən yüksək nəticələri əldə edirlər ki, bizim MİQ sertifikasiya formatında tamamilə simmetrik formada oxşar, bənzər olan testlər üzərində işləməyimiz və bizim tamamilə MİQ sertifikasiya formatında həyat keçirdiyimiz sual cavabların nəticəsində. Hər birinizə xoş günlər arzulayıram. Sağ olun, salamat qalın.